Herkese selamlar. Bugün sizlerle beraber Qarabağın dünən yeni transfer ettiği oyuncusu Bolt hakkında danışacağıq. Yani Bolt'un bugün sizlerle beraber Bolt'un World Soccer Championship'dəki reytinglerine baxacağıq. Görək World Soccer Championship'də Qarabağın etdiyi yeni transfer Danny Bolt hansı cür reytingə sahibdir. Əvvəlcə gəlin Qarabağ komandasını buradan seçək. Klublar sırasına daxil oldum. Daha sonra buradan Azərbaycana daxil olacağım. Azərbaycana daxil olduq. Buradan isə Qarabağı seçirik və Qarabağa hazırda yollandıq. Görək Qarabağdakı oyunculara getdikdən sonra transferlərə başlayacağıq. Gördüğünüz kimi Qarabağa gəldik. İndi isə transferlərə başlayacağıq. Təbii ki, transferlər deyəndə ki, Qarabağın yeni transferinə baxacağıq. Adı Boltdur. Bolt yazaq görək nə çıxacaq. Bolt yazsaq. Danny Bolt. Torrense klubunda çıxış edən bir futbolçudur. 1 milyon verəcəm bu futbolçu üçün görə Danny Bolt klubumuza təşrif buyurur. Danny Bolt gəldi. Bəli, Qarabağın yeni transferi Danny Bolt hazırda kluba gəldi. Baha görə indi Danny Bolt hansı reytingə sahibdir? Gördüyünüz kimi bu futbolçu 67 reytingə sahibdir. Danny Bolt 68 hızı var. Əslində sürəti Qarabağın həqiqətdə çox sürət tutulu olduğunu qeyd edirlər, amma burada sürəti 68-dir. Pası 71-dir. Şutu 24-dür. Top çalması 68'dir və dayanıqlıqda 84'dür. Sağ bəkimiz Turab Bayramovla müqayisədə sadəcə pas cəhətdən üstünlüyünün olduğunu görə bilərik. Digər bütün komponentləri, bir də dayanıqlığı biraz yaxşıdır. Digər bütün komponentlərdə Turab Bayramov ucuzdur. Turab Bayramov qeyddə 73 overall'da, məncə onun mövqeyidə hazırda, yəni oyunda, təbii ki, həqiqətdə bilmirəm, amma oyunda hazırda Turab Bayramov ondan daha üstün olaraq görsənmiş olur. Beləliklə bu videonun sonuna gəldik. Yeni transferlər olduqca onlarla bağlı da videolar gələcək. Növbəti bölümlərdə görüşənək sağ olun, salamat qalın.